Baxın, nə deyir? Fatihə surəsi mənə öyrətdi ki, Allah həmd ibadəti. Nə ilə başladı? Əlhəmdülillah Rabbil aləmin. Hər ağrını sağaldan bir mərhəmdir. Və həyatındakı bütün gecikmələr əslində xeyirdən başqa bir şey deyil. Xeyrin Rəbbi yalnız xeyri gətirər. Əmin ol ki, Allah sənə nəyisə gecikdiribsə, bu səndən bir şeyi əsirgədiyi üçün deyil, səni imtihan edib daha xeyirlisini sənə vermək istədiyinə görədir. O sənə, sənin öz seçdiklərindən daha xeyirli olanı verir. Və bu sınaqda səni öz yanında daha yüksək dərəcəyə qaldırır. Lakin çox zaman mömin bunu anlayar, amma dərhal dərk edə bilməz. Baxın, Fatihə surəsi mənə öyrətdi ki, həmd olsun. Allah həmd etməyə davam etmək qarşılığında daim bir mükafat gətirər. Allahın əvəz etdiyi kimi bir əvəz yoxdur. O bizə gecikdirdiyi şeylərlə əslində bizə ən gözəlini və ən böyüyünü bəxş edəcək. Həmd olsun Allah ki, o itkini bizdən uzaqlaşdırır, əziyyəti unutturur, qəlbi sakitləşdirir və bəndəsinə bir qapı bağlansa, min başqa qapı açar. Uca, kərim və rəhim olan Allaha həmd olsun. Ona görə, bax, bununla başladı. Əlhəmdülillahi Rabbil aləmin. Fatihə surəsi mənə öyrətdi ki, insanın içində elə bir narahatlıq var ki, onu yalnız Allahın yaxınlığında olmaqdan doğan ləzzət aradan qaldıra bilər. İyyəkə nəhbudu, biz yalnız sənə ibadət edirik. Və iyyəkə nəstəin, yalnız sənə yalvarırıq. Baxın, onu, bu surəni oxuyarkən düşün.